Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda işlərə də şamil olunması nəzərdə tutulur. Xəbər verilir ki, bu güzəşt yalnız çoxuşaqlı valideynlərlə məhdudlaşmalıdır, yoxsa başqa kateqoriyalarda daxil edilməlidir. Ümumiyyətlə, sözügedən dəyişiklik gələcəkdə pensiya sisteminə necə təsir göstərəcək? Deputat Razi Nurullayev deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər müəyyən hallarda işlərin də daha erkən yaşda pensiyaya çıxmasına imkan yaradacaq. Bu yanaşmanın mahiyyəti odur ki, bəzi sosial güzəştlər müəyyən şərtlər daxilində kişilərə də şamil edilsin. Məsələn, çoxuşaqlı valideynlər və ya əlilliyi olan uşağa baxan şəxslər üçün pensiya yaşının 5 il azaldılması kimi mexanizmlər artıq qanunvericilikdə mövcuddur və bu hüququn atalarda da tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, pensiya yaşı ilə bağlı məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. Mən də bu mövzuda Milli Məclisə dəfələrlə çıxış etmişəm və pensiya yaşının aşağı salınması ilə bağlı müxtəlif təkliflər irəli sürmüşəm. Çünki statistika göstərir ki, ölkədə bir çox insanların pensiya yaşını çatmadan dünyasını dəyişir və bu da müəyyən sosial narahatlıq yaradır. Deputat təklif edir ki, qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 62 yaş müəyyən edilsin. Amma hazırda hökumətin pensiya yaşının ümumi şəkildə aşağı salınması ilə bağlı hər hansı qərar vermək niyyəti görünmür. Əksinə, son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması siyasəti həyata keçirilir. İndi kişilər üçün pensiya yaşı 65-dir, qadınlar üçün də bu hədd tədricən 65 yaşa çatdırılır. Bu səbəbdən cəmiyyətdə əlavə və əsassız gözləntilər yaratmaq düzgün olmaz. Ona görə də hesab edirəm ki, bu dəyişikliklər ümumi pensiya yaşının azaldılması kimi təqdim edilməməlidir. Burada söhbət sadəcə müəyyən sosial kateqoriyalar üçün differensial yanaşmanın tətbiqindən gedir. Əsas məsələ odur ki, həm sosial ədalət prinsipi qorunsun, həm də pensiya sisteminin maliyyə dayanıqlığı risk altına düşməsin.